0-dan 3 aya qədər olan körpü üçün ilk oyuncaqlar. Həyatının ilk həftələrində uşağın baxışını fokuslamağı çətindir və o, yalnız qara və ağ rəngləri görə bilir. Amma əgər siz ona əşyalar göstərsəniz, müxtəlif səslər və teksturalarla maraqlandırsanız, uşaq ətraf aləmə daha tez maraq göstərəcək. Bəs ən kiçiklər üçün hansı oyuncaqlar uyğundur? Birinci, beşik üzərində asılan mobil oyuncaqlardır. Mobil asılan oyuncaqlarla əvəz edə bilərsiniz. Məsələn, özünüz lentə kiçik oyuncaqlar tikib onları beşiyə və ya xırda motorikanın və koordinasiyanın inkişafı üçün göstə bərkidə bilərsiniz. Qorxmayın, qarağa, qırmızı və sarı rəngləri seçin. Bunlar körpənizin ilk gördüyü rənglərdir. İkinci, sınqırdaqlardır. Onlar toxunma hisslərini, hərəkət koordinasiyasını və eşitmə qabiliyyətini inkişaf etdirir. Əsas odur ki, körpənin onları rahatlıqla əlinə ala bilməsi vacibdir. Üçüncü, rəngli və qarağaq kartlardır. Kartı körpəyə rizdən 30-40 cm məsafədə göstərin. Kartdakı əşyaların adını aydın və dəqiq səslə deyin. Körpəni bir dəfəyə çoxlu kartla yükləməyin. Kartları hər gün dəyişin ki, körpəniz darıxmasın. Valideynlər üçün vacibdir ki, oyuncaqlar təhlükəsiz materiallardan, iti künclərsiz və xırda detallarsız olsun. Körpəni həddindən artıq çox oyuncaqla yükləmək olmaz. Qoy oyuncaqlar sevinç gətirsin və körpənizin böyüməsindən inkişafına kömək etsin.